Müstəqil, bütöv hüquqi Azərbaycan, konstitusiya və suverenliyi. Konstitusiyamızda suverenlik. Azərbaycan xalqı bugün əsrlər boyu arzu ilə yaşadığı, mübarizə apardığı müstəqil, suveren, qalib dövlətə sahibdir. Qəhrəman əskər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına xalqımızın milli sərvəti sayılan ərazi bütövlüyümüz, suverenliyimiz tam bərpa olunub. Bütün ölkə ərazisində konstitusiya quruluşumuz bərqərar edilib. Suverenliyimizə tam sahib olmuşuq. Suveren dövlət, beynəlxalq hüquqda ali hakimiyyəti təmsil edən, öz dövlətinin daxili və xarici siyasətində tamamilə müstəqil olan, başqa dövlətin hakimiyyətindən asılı olmayan və hansısa bir coğrafi ərazidə suverenliyi olan dövlət. Bugün Azərbaycan tam suveren dövlətdir. Əməkdaşımız Samir Rahinoğlu'nun suverenlik haqqında suallarını Bakı Dövlət Universitetinin professoru, hüquq elmləri doktoru Zahid Cəfərov cavablandırıb. Azərbaycan Respublikasının dövlətçiliyinin əsas prinsiplərindən biri suverenlik və konstitusiya hakimiyyətidir. Suverenlik bir dövlətin müstəqil siyasət yürütmək, daxili və xarici işlərin sərbəst şəkildə tənzimləmək hüququnu ifadə edir. Qeyd edə bilərik ki, bu anlayış müasir beynəlxalq münasibətlər sistemində və əsas əhəmiyyətə malikdir. Konstitusiya isə dövlətin hüquqi əsaslarını, idarəçilik mexanizmini və vətəndaşların fundamental hüquqlarını tənzimləyən əsas qanundur. Dövlətçilik tariximizdə yeni mərhələ, konstitusiya və suverenliyi. Xalqımız böyük qürur və fəxarət hissi ilə bu il müəllifi ümumilli liderimiz Heydər Əliyev olan Milli Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Prezident Müzəffər Ali Başkomandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış tarixi qələbənin 5-ci il dönümünü təntənə ilə qeyd edəcək. Azərbaycan 1991-ci ildə müstəqilliyini elan etməklə dövlət suverenliyini bərpa etdi, çünki suverenlik hakimiyyətin ali xüsusiyyətini ifadə edir. Biz azadıq, biz müstəqilik, biz sərbəstdik, biz heç kəsdən asılı deyilik, biz özümüz öz taleyimizin sahibiyik. Bilirsiniz, bunun üçün, yalnız bunun üçün aylarla əziyyət çəkmək olar, illərlə əziyyət çəkmək olar, illərlə ac qalmaq olar, məhz bunun üçün. Çünki əsrlər boyu bizim ulu babalarımızla indiyə qədər Azərbaycanın mütəfəkkir insanları milli azadlıq, müstəqillik arzusu ilə yaşamışlar. Milli azadlıq, müstəqillik üçün mübarizə aparmışlar, vuruşmuşlar. Amma buna nail ola bilməmişlər. Biz buna nail olmuşuq. Və bilin ki, bunu indi əlimizdə saxlamaq, bunu qorumaq hər bir insanın canından da onun üçün artıqdır. Mənim üçün bunu bilin, mən sizə deyirəm, öz həyatımdan, öz canımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədiyyət etməkdir. 2020-ci ildə isə suverenliyini və ərazi bütövlüyünü yenidən qazandı. Konstitusiya və suverenliyi, müstəqil və suveren dövlətə sahib olmağın qüruru. Bu məqsədlə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev 28 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikasında 2025-ci ilin konstitusiya və suverenliyi ilə elan edilməsi haqqında sərəncam imzalayıb. Əminliklə deyə bilərik ki, mühüm tarixi əhəmiyyətə malik olan bu sərəncam tarixi zəfərimizin regionda və dünya siyasətində yol açdığı yeniliklərin, eyni zamanda 1995-ci ildə Milli Konstitusiyamızın qəbul edilməsindən ötən dövr ərzində Azərbaycanın hüquqi dövlət kimi möhkəmlənən mövqeyinin təqdimatında əsaslı rol oynayacaq. Həm tarixi keçmişimizi təhlil edək, həm son illərin təcrübəsini təhlil edək və müstəqil Azərbaycan dövləti üçün uzun müddətli
bir konstitusiya layihəsi hazırlayır. Azərbaycan Respublikasında 2025-ci ilin Konstitusiya və Suverenlik ili elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-cü il tarixli sərəncamı ölkəmizin hüquqi inkişafında mühüm mərhələ kimi qiymətləndirilməlidir. Konstitusiya və suverenlik ili, humanizm, ədalət, qanunun aliliyi, ərazi bütövlüyümüz və suverenliyimiz. Sevindirici haldır ki, bugün hər birimiz müasir müstəqil Azərbaycanın uğurlarından, regionda və dünyada söz sahibliyindən, sözün imzası qədər əhəmiyyətli olmasından qürur hissi ilə söhbət açırıq. Ölkəmizin hazırki vəziyyətini müstəqilliyimizin bərpasının ilk illəri ilə müqayisə etdikdə qazandığımız uğurlara görə kimə borclu olduğumuzu bir daha aydın şəkildə dərk edir, bunu gənc nəslə çatdırmağı qarşımızda məqsəd qoyur və özümüzdə borc bilirik. 2025-ci ilin Konstitusiya və Suverenlik ili elan edilməsi dövlətə əhəmiyyət daşıyır. Bu qərar hüquq sisteminin təkmilləşdirilməsi, vətəndaşların hüquqi biliklərinin artırılması və konstitusiya əsaslarının möhkəmləndirilməsi məqsədlərinə xidmət edir. Demokratiya təntənəsi, Konstitusiya və Suverenlik ili. Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz tarixi zəfərə imza atıb, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunub. Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad olunan bütün ərazilərdə bərqərar olub. Dövlət bayrağımız əzəli torpaqlarımızda əzəmətlə dalğalanmaqdadır, Qarabağ və Şərqi Zəngəzur dirçəldilir, keçmiş məcburi köçkünlərin doğma ata-baba yurdlarında daimi məskunlaşması təmin olunur. Ölkə başçısı İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli sərəncamı ilə sentyabrın 20-si ölkəmizdə Dövlət Suverenliyi günü elan edilib. Bütün bu qalibiyyətlə Azərbaycan dünyada yeni reallıqların müəllifi kimi tanınır. Yeni reallıqlarsa Azərbaycanımızı yeni uğurlara hədəfləyir. Konstitusiya və Suverenlik ilində də belə olacaq. Bu qərar demək olar ki, hüquq sisteminin təkmilləşdirilməsi, vətəndaşların hüquqi biliklərinin artırılması və konstitusiya əsaslarının möhkəmləndirilməsi məqsədlərinə xidmət edir. Bu sərəncam dövlətçilik tariximizin daha da dərindən öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Konstitusiya, dövlətçilik, suverenlik. 2025-ci il Konstitusiya və Suverenlik ili. Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq və qoruyaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, mərhumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçiliyi əzmini sarsıda bilmədi. Konstitusiya və Suverenlik ili 2025-ci il.